Bugün meyxana meydanlarında qəfil parlayan, hər kəsin gözünü qamaşdıran, sonra dumanda görünməz olan bir istedaddan danışırıq. Biri var idi, dövrünün ən ciddi rəqibi, bütün meyxanaçların kabusu, düşməncəsinə oda itələnən Əlislam Dağlı. Əlislam İslamov 1979-cu ildə Yasamalda doğulub. O, meyxanaçı kimi Yasamalda yetişib və Yasamal meydanlarında formalaşıb. Əksər dağlılar kimi özünə ustad olaraq Nizami rəmzini seçib. Əlislam Ələkbər Yasamallı və Cəfərlə meyxana deyib. Onun qaynatası da köhnə meyxanaçılardan olub. Bugünün ən məşhur meyxanaçılarından olan Rəşad Dağlı meyxana deməyə Əlislam və onun meyxana dediyi şəxslərin yanına gəlirmiş. Hətta Əlislamın öz yaxınlarına danışdığına görə o vaxtlar Rəşad toppuş bir uşaq imiş. Onlar məktəbin hasarını aşaraq meyxana deməyə gedərkən Rəşad hasarı aşa bilmirmiş. Onu da bir təhər qaldırıb özləri ilə aparırlarmış. Əlislam sonradan meyxana arealını genişləndirməyə başlayır. Əhmədli meyxana meydanlarına ayaq açır. Mehmanla Namiq Qaraçuxurlu ilə meyxana deyir. Bu meydanda şəkşədir bu, meyxana arqı bir qara ləkədir bu, ölüb qınaxmal yol atar. 1996-cı ildə Şəhriyar adına Mədəniyyət Sarayında keçirilən ilk meyxana festivalının qalibi məhz Əlislamdır. Əlislam yarışda Aydın Xırdalanını, Namiq Qaraçuxurlunu üstələyərək qalib olmuşdu. İkinci, üçüncü yerləri isə Aydın və Namiq tutmuşdu. Səlis iti fikirləri, eyni zamanda analitik düşüncəsi Əlislamı həmkarlarından xüsusi fərqləndirən cəhətlərdən idi. Əlislam rəqibin dediyi son bəndə uyğun cavab verməkdə olduqca mahir idi. Yadda qalan meyxana qarşılaşmalarından biri Yasamallı Həsən əminin 45 illiyində Namiq Qaraçuxurlu, Aydın Xırdalanlı, Rəşad Dağlı, hərçənd Rəşad o zaman çox gənc idi və digər meyxanaçıların iştirak etdiyi məclisdə xiridarların fikrincə ən yaxşı meyxananı Əlislam deyir. Təəssüf ki, meyxana sevərlərin dəfələrlə izlədiyi Bizdə Olur söhbətinin əntiqəsi meyxanası artıq bəlli olmayan səbəblərdən sosial şəbəkələrdən silinib. Əlislamın meyxananın ən güclülərindən olan Aydın Xırdalanlını və digər ustadları meydanda dəfələrlə sıxdığı heç kəsə sir deyil. Meyxananın məqamı, mən də gözləyirəm 12 tamamı, şairlər üçün mən atmışam hamamı, təklif eyləyirəm çumadar sənə. Gəl ol çumadar, 12 tamamda, ne deyək bu vaxtda, bu mağamda, ay Aydın mən dedim hamamda, sən gələndə mən vuraram par sənə, sən gələndə mən vuraram par sənə, hey bugün ehtiyacım var sənə, bugün ehtiyacım var sənə. Əlislam bir zamanların ən ciddi rəqibi idi. Onun günü-gündən məşhurlaşması o dönəmin meyxana mafiyasını ciddi narahat edirdi. Bir çox gənc meyxanaçıların axırına çıxmış həmin kabus gənc Əlislamın da üzərinə çökür. Bununla da onun qara günləri başlayır. Verilişin bu yerində qeyd etmək istəyirəm ki, layihə Səhliyalı şirkətinin Min Bərəkət Halal Nemət brendinin maliyyə dəstəyi ilə ərsəyə gətirilib. Siz də ağız dadınıza uyğun və halal ət və ət məhsulları axtarırsınızsa, seçiminiz Min Bərəkət Halal Nemətin məhsulları olsun. Bir zamanlar bütün məclislərin ən iti meyxana deyəninin ayağı məclislərdən, ciddi meydanlardan çəkilir. Onun haqqında yaradılan qeyri-ciddi adam imici Əlislamın axırına çıxır. Beləliklə o, narkotika qurşanır, aludəçiliyi artır və həbsə düşür. Əslində, həbsdən çıxdıqda da Əlislamın təbi yerində idi. Hələ bilin ki, meyxanada güldü bu, gör nə zülmə saraldı sümbüldü bu, güya deyir meyxanada bülbüldü bu, indi də öz vixara göstərirsən, indi də öz vixara göstərirsən, sən elə mənim dövlətimsən, varımsan, sən hələ bilmə mənim oxşarımsan, mən aşıqam, sən də mənim yarımsan, gəlb özünü əqyara göstərirsən, gəlb özünü əqyara göstərirsən, həkmə gedirsən, yara göstərirsən. Əlislam biraz çılğınlıqdan, biraz cığallıqdan, amma ən əsası vəhşi istedadından irəli gələn bir xüsusiyyəti
qoşa bənd deməyi ilə də diqqət çəkirdi. Təəssüf ki, narkotika gənc Əlislamın təkcə karyerasını deyil, cavan canını da məhv etdi. 2017-ci ilin bir yaz sabahı meyxana dünyasında illər əvvəl sönmüş bir ulduz bu dünyada da əbədi söndü. O səhər xəbər saytlarında yalnız bir xəbər diqqət çəkirdi. Meyxanaçı yüksək dozadan dünyasını dəyişdi. Təəssüf ki, bunca istedadın qarşısında Əlislam İslamovdan dəyişmə zamanı verdiyi sərrast cavabları göstərən keyfiyyətsiz videolardan başqa bir şey qalmadı. Geriyə ayaq yeri saxlamadan özünü meyxananın xeyirli şərli girdabına atan gənc istedad bir göz qırpımında külə döndü. Bizə isə yalnız xatırlamaq qalır. Biri var idi. Dumanlı məclislərdə şimşək kimi çaxıb gözdən itən Əlislam Dağlı.